Yağış dökülüb, divarlar uçulub, qapının yanları axıb dökülüb. Heç neyniyim bilmirəm. Mənzillərin divarları, tavanı sıradan çıxıb, bəzi hissələrdə çatılar əmələ gəlib. Görüntülər Xaçmaz şəhəri Qələbə küçəsində yerləşən yataqxana tipli binadandır. Səbəb isə dam örtüyünün yararsız vəziyyətə düşməsidir. Binalarımız evin iki hətta görüyoruz ki pis vəziyyətdədir. Dam örtüyü sıradan çıxıb, alt hissəsi yoxdur. Hamısı dağılıb, üstümüzə gəlir, toz torpaq üstümüzə gəlir. Bütün damlar tökülür, gəlir başımıza. Çətindir, evlərimiz yağış olanda damır. Çətindir də, çox çətindir. Məsələ ilə bağlı Xaçmaz rayon icra hakimiyyətindən bildirildi ki, binanın vəziyyətindən xəbərdardılar. Dam örtüyünün yenilənməsi nəzərdə tutulub, ancaq sakinlər bir qədər gözləməli olacaqlar. Son 6 il ərzində Xaçmaz şəhərində 19 çoxmənzilli yaşayış binasının dam örtüyü yenilənib, bir neçə binanın fasadında təmir işləri görülüb, 4 əsas binanı əhatə edən boş ərazidə abad məhəllə salınmışdı. Xaçmaz şəhərinin Qələbə küçəsi 5 ünvanında yerləşən yataqxananın dam örtüyünün yenilənməsi bu il üçün nəzərdə tutulmayıb. Cari il üçün nəzərdə tutulmuş işlər yekunlaşdıqdan sonra layihəyə salınaraq 2027-ci ildə həmin yataqxananın dam örtüyü mütləq şəkildə dəyişdiriləcəkdir. Qeyd edək ki, sözgedən yataqxana binası ötən əsrin 70-ci illərində inşa edilib.